Danışır Mahaçqal, axşamınız xeyir olsun, hörmətli radio dinləyicilərimiz. Dağıstan radiosu ilə Azərbaycan dilində xəbərlər buraxılışına başlayırıq. Mikrofon qarşısında jurnalist Firuzə Şərifova, rejissor pultu arxasında Minə xanım Mamayeva. Rusiya Federasiyasına qarşı tətbiq edilmiş sanksiyalar çərçivəsində ölkə ərazisində qiymət artımına yol verməmək məqsədi ilə xüsusi tədbirlərə əl atılır. Rusiya Federasiyası Antimonopol Xidməti Dağıstan İdarəsi də bir sıra ərzaq məhsullarına qiymət qoyuluşuna nəzarət edəcək. Müvafiq siyahıya mal və quş əti, balıq, yağ, süd, kartof, kələm, soğan, alma və yerkökü daxildir. Bu mallara qiymətlər respublika bazarlarında nəzarət altında saxlanılacaq. Xüsusi diqqət əvvəlcədən razılıqla qiymət qoyuluşu hallarının aradan götürülməsinə yönəldiləcək. Müvafiq qanunu pozanlara münasibətdə inzibati ölçü götürüləcək. Dağıstan Respublikasının meşə təsərrüfatından verilən məlumata əsasən müvafiq sahənin cari ildə inkişafına 158 milyon rubla yaxın vəsait buraxılacaq. Bu vəsaitin 128 milyon 500 min rublu federal, 29 milyon 700 min rublu isə respublika büdcəsi hesabına təmin olunacaq. Federal büdcə vəsaiti Rusiya Federasiyasının 2013-2020-ci illərə meşə təsərrüfatının inkişafı dövlət proqramının icrası çərçivəsində buraxılır. Qeyd olunan vəsait İlk növbədə meşələrin mühafizə və müdafiəsinə, meşələrdə yanğın təhlükəsizliyinin aradan götürülməsi üzrə tədbirlərə istiqamətlənəcək. 8 milyon rubl isə Dağıstan Meşə Yanğını Mərkəzi Respublika müəssisəsinin inkişafına sərf olunacaq. Vicdan azadlığı, dini təşkilatlarla qarşılıqlı fəaliyyət üzrə Respublika Komitəsindən daxil olmuş məlumata əsasən cari il Səudiyyə Ərəbistanının müsəlmanlar üçün müqəddəs Məkkə şəhərindəki Kəbə ətrafında aparılmaqda olan təmir işləri ilə əlaqədar Rusiya Federasiyasına 16.400 yer ayrılıb ki, onun da 6.000-i Dağıstan üçün nəzərdə tutulur. 2014-cü ildən etibarən həcc səfərinə yola düşmək istəyində olan Dağıstanlı zəvvarların qeydiyyat qaydaları da dəyişir. Belə ki, Dağıstanlı müsəlmanlar həcc səfərinə yalnız elektron növbəsində durmaq şərti ilə yola düşə biləcəklər. Müvafiq bazaya düşsələr də cari il həcc səfərinə dəvətnamə ala bilməyənlər öz növbələrini itirmirlər. Onlar 2015-ci ilin növbəsinə keçirilirlər. Mahaçqalada Rəsul Həmzətov adına Milli Kitabxanada Respublika və munisipal kütləvi informasiya vasitələrində narkotiklərə qarşı təbliğatın məqsəd və problemləri nəzərdən keçirilib. Seminar müşavirə Respublika Mətbuat və İnformasiya Nazirinin müavini Zubayru Zubayruyevin rəhbərliyi altında təşkil edilmişdi. Tədbir iştirakçılarının fikrincə, narkomaniya ilə mübarizə öz aktuallığını itirmir, risk qrupuna isə yeniyetmələr düşür. Kütləvi medianın insan idrakına təsirini nəzərə alsaq, burada peşəkar jurnalistikada öz əhəmiyyətini itirmir. Elə buna görə də yeniyetmə və gəncləri idmana, Respublikanın sosial-siyasi həyatına cəlb etmək gərəkdir. Seminar təşkilatçıları kütləvi məlumat vasitələrinə müraciət edərək narkomaniya ilə mübarizə mövzulu materiallara geniş yer ayırmağı xahiş etmişlər. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi ölkənin bir sıra ərazilərində yanğın təhlükəli xüsusi rejim yürüdüb. Elə Dağıstan ərazisində avqust ayının 19-u və 20-si müvafiq çərçivədə qeyd olunur. Bu əlaqədə Respublikanın düzən rayonlarında 43, dağətəyi zonada 40, sahil boyu rayonlarda isə 38 dərəcəyədək isti gözlənilir. Elə buna görə də sürücülərə uzaq məsafələrə yola düşmək məsləhət görülmür. Belə ki, yollarda istilik nəticəsində asfalt örtüyü deformasiyaya uğraya bilər ki, bu da öz növbəsində qəza ilə nəticələnər. Belə isti günlərdə köməkçi transformator stansiyalarına olan təzyiq də artır. Bəzi hallarda elektrik ötürücü xətləri belə sıradan çıxır. Xilaskarlar belə boğanaq günlərdə ələlxüsus su içməyi və meyvə, tərəvəz yeməyi məsləhət görürlər. Spirtli içkilərdənsə etiraz etmək lazımdır.
Respublika Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən artıq Mahaçqalada Akuşinski prospektində yerləşən Mariot keçmiş ticarət evi ərazisində kənd təsərrüfat malları yarmarkası keçirilir. Respublika istehsalçıları yarmarkaya çox sayda süd və süd məhsulları, meyvə və tərəvəz, ət, çörək məmulatları, bal gətirmişlər. Avqust ayının 16-sından 24-ədək Mahaçqalalılar bazar qiymətlərindən aşağı qiymətlərə ərzaq və kənd təsərrüfatı məhsulları əldə edə bilirlər. Siz son xəbərlərə qulaq asdınız.